Avropa dalğasına xoş gəlmisiniz. Avropa dalğası Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Gənc Avropa Səfirləri şəbəkəsinin təşəbbüsü ilə hazırlanmış podkast seriyasıdır. Burada biz Avropa haqqında ən maraqlı mövzuları müzakirə edir, təcrübə və hekayələri dinləyicilərimizlə bölüşürük. Podkastımızın bu buraxılışında biz qadın və uşaq sığınacağı və məişət zorakılığından danışacağıq. Bu gün sizinlə mən, Gənc Avropa səfiri Roza Xəlilova və Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin eyni zamanda qadın və uşaq sığınacağının rəhbəri Mehriban xanım Zeynalova olacaq. Xoş gəlmisiniz Mehriban xanım. Çox təşəkkür edirəm dəvətinizə görə. Sizin kimi biri ilə həqiqətən söhbət aparacağım üçün çox həyəcanlı və qürurluyam. İnşallah söhbətimiz çox maraqlı keçər. Mehriban xanım, bildiyimiz kimi hal-hazırda dünyamızın ən qlobal problemlərindən biri də məhz məişət zorakılığı problemidir və bütün dünya belə demək olar ki, bununla mübarizə aparır və mübarizə aparmağa çalışır. Ümumiyyətlə siz də bir qadın və uşaq sığınacağının rəhbəri kimi sizə bir neçə sual ünvanlamaq istəyərdim. Ümumiyyətlə ilk sualım belə olacaq ki, məhz bu sığınacaqlarda kimlər qalır? Mehriban xanım, onun sakinləri kimlərdir? Hər bir sığınacağın belə deyək də öz missiyası olur. Elə sığınacaqlar var ki, onların müxtəlif yaş kateqoriyası və müxtəlif problemləri daşıyan insanlarla işləyir. Bizim sığınacağın fərqi ondadır ki, biz gender əsaslı zorakılıq qurbanları ilə işləyirik. Və gender əsaslı zorakılıq qurbanlarından da ən çox qadın və uşaqlar zərər çəkdiyinə görə bizim sığınacağın missiyası daha çox onlara xidmət göstərməkdir. Və ora müxtəlif yaş həddində qızlar, qadınlar gələ bilir. Bizim sığınacağın əsasnaməsinə görə 12 yaşına qədər, hətta biraz az oğlan uşaqları da bizə daxil ola bilir. Lakin o yaşdan sonra artıq o uşaqların bizə daxil olması üçün imkanlar məhduddur. Çünki keçid dövrüdür və o yaşda olan oğlanları götürə bilmirik. Amma ümumən zorakılığın müxtəlif formaları ilə, bu olsun fiziki zorakılıq, psixoloji zorakılıq, iqtisadi zorakılıq, təqib və yaxud zorakılığın digər formaları var ki, onlarla üzləşmiş şəxslər bizim sığınacağa müraciət edə bilir və biz onları qəbul edə bilirik. Çox yaxşı Mehriban xanım, həqiqətən çox maraqlıdır. Xüsusən də gender əsaslı zorakılığın qurbanları olan şəxslər məhz bu sığınacaqda yerləşdirilir. Bəs belə bir sual ünvanlaya bilərəmmi? Bu sığınacağa müraciət necə olur? Ümumiyyətlə o qadınlar, uşaqlar məişət zorakılığına məruz qalıbsa, gender əsaslı zorakılığa, onlar necə eləməlidir ki, bu sığınacağa müraciət etsinlər? Müxtəlif qaynar xəttlər var və o cümlədən dövlət qurumlarına müraciətlər var. Müraciətlər müxtəlif mənbələrdən gələ bilər. Bu, hüquq mühafizə orqanları tərəfindən, məsələn, polis, prokurorluq və yaxud tutaq ki, məhkəmə bu tərəfdən istiqamətləndirmə ola bilər. O cümlədən Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitə tərəfindən, icra hakimiyyətləri tərəfindən, səhiyyə müəssisələri tərəfindən, tutaq ki, bələdiyyələrin özlərindən və yaxud sosial şəbəkələrdən və yaxud keçmiş zərər çəkmişlər, hansılar ki, dəstək alıb onların tövsiyəsi ilə bizə müraciət edənlər olar. Ancaq ən çox müraciətlər bizə daha çox sosial şəbəkələrdəndir və bu müraciətlərlə bağlı biz hər biri ilə ayrı-ayrılıqda danışıqlar aparırıq, vəziyyəti qiymətləndiririk və daha sonra şəxsin əgər həyat təhlükəsi varsa, digər xidmətlərə çıxışı mümkün deyilsə və təhlükə ona imkan vermir ki, digər xidmətlərə müraciət eləsin, o halda biz onları qəbul edə bilirik. Və əsasən polis tərəfindən belə hallarda şəxslər istiqamətləndirilir. Amma uşaqlar daha çox Sosial Xidmətlər Agentliyi tərəfindən, çünki qanunvericiliyə görə biz valideynsiz uşağı müstəqil sığınacağa qəbul etmək hüququna malik deyilik. Ona ancaq Sosial Xidmətlər Agentliyi istiqamətləndirməlidir və qərar qəbul etməlidir. Ondan sonra biz həmin uşağı qəbul edirik. Vəziyyət hazırki durumda belədir və eyni zamanda qaynar xəttlərə də zənglər ola bilər. Məsələn, 116, 111-ə zəng gələ bilər və yaxud tutaq ki, 102-yə zəng gələ bilər. Digər qaynar xəttlərə, hətta bizim təcrübədə Fövqəladə Hallar Nazirliyinə də zənglər olmuşdu. Onlar bizə istiqamətləndirilmişdi. Yəni, müraciətlərin mənbələri çox müxtəlif ola bilər. Əsas odur ki, bu xidmətlə bağlı məlumatlı olsun. Bu, həm dövlət qurumları olsun, bu olsun adi vətəndaşlar, bu olsun televiziya, yeri gəlmiş televiziyalardan da bizə istiqamətləndirmə mövcuddur.
Aydındır, Mehriban xanım. Elə hal-hazırki dünyamızda da ən, belə bilərik ki, populyar müraciət forması sosial şəbəkələrdəndir çox güman ki, çünki hər kəsə əl çatan oradır və oradan müraciət daha rahat olur. Mən də, inanıram ki, həm sizin sığınacaq da kifayət qədər yardım göstərir onlara. Siz az əvvəl qeyd etdiniz, gender əsaslı zorakılıq. Belə başa düşdüm ki, bu zorakılığın müxtəlif növləri var. Bunlar haqqında bizə məlumat verə bilərsinizmi? Məsələn, bu zorakılığın hansı növləri var və qadınlar, uşaqlar ən çox hansı növünə məruz qalırlar? Əslində bizim mövzumuz daha çox məişət zorakılığıdır, amma gender əsaslı zorakılıq deyəndə biz təkcə məişət zorakılığını görmürük. O ümumən qadının öz həyatı ilə bağlı qərar qəbul etməsində əngəl olan bütün halları nəzərdə tutur. O Bəli, cümlədən nəzəriyyədə gender əsaslı zorakılıq deyəndə həm məişət zorakılığı, həm də insan alveri bəli, problemi, bəli. yəni mövzusu özündə ehtiva eləyir. Və tutaq ki, məsələn, zorlama qurbanları var. Ümumiyyətlə, tutaq ki, müharibə zəminində zərər çəkənlər var. Ola bilər ki, onlar da gender əsaslı zorakılığa məruz qalsın və yaxud irqi ayrı-seçkilik zəminində gender əsaslı zorakılığa məruz qalanlar ola bilər. Tutaq ki, məsələn, miqrant gəlib bura və tutaq ki, yəni müxtəlif amillər ola bilər və bu zorakılıqda biz bugünkü mövzumuz daha çox məişət zorakılığı olduğuna görə onun formaları ilə bağlı deyə bilərəm ki, bu fiziki zorakılıqdır, psixoloji zorakılıqdır, iqtisadi zorakılıqdır, cinsi zorakılıqdır və zorakılığın ümumiyyətlə beynəlxalq aləmdə mən sizə deyim, onun 24 formasını qeyd edirlər. Biz təbii ki, qanunda daha çox bunun 4 formasını demişik, amma ətraf beynəlxalq digər qanunvericiliklərə baxanda görürük ki, orada təqib sözü də var. Bəli, Məsələn, bəli. təqib bizdə daha çox psixoloji zorakılıq və ümumən onunla bağlı hansı addımlar məsələsi müzakirə olunmur. Bəli, bəli, Və bəli. son zamanlar müşahidə edirik ki, bununla bağlı müraciətlər də var. İnsan boşanır, amma təqibə məruz qalır. Və yaxud ümumiyyətlə kiməsə salam verib təqibə məruz qalır və onu hər cür formada şantaj edir. Bunu bir növ biraz psixoloji zorakılıqla da qiymətləndirmək olur. Amma hər halda baş verən hadisədə onun belə deyim, hüquqi aspekti olmalıdır. Sadəcə olaraq yenə deyirəm, bizim qanunvericilikdə bunun 4 forması olduğuna görə biz daha çox 4 formanın adını çəkirik. Aha, aydındır Mehriban xanım. Həqiqətən çox yaxşı izah elədiniz. Xüsusən mənə çox maraqlıdır psixoloji zorakılıq. Eynən dediyiniz təqib də bizdə psixoloji zorakılıq siyahısına daxil edilir. Yox, orada həm psixolojidir, amma onun nəticəsi ağır Bəli, fəsad da bəli, ola bilər. bəli. Yəni keçə bilər fiziki zorakılığa və yaxud hansısa bir insanın həyatına qəsdlə bağlı yekunlaşa bilər, əgər dərhal tədbir görülməsə. Bu baxımdan mən həmişə təqib sözünü səsləndirirəm, amma hələlik ki, biz onu qanunvericilikdə görmədiyimizə görə Çox insanlar təəssüf. bu məsələ ilə bağlı sadəcə məlumatlı olsa yaxşıdır ki, bu zorakılığın bir formasıdır. Bəli, bəli. Əlbəttə bizim qanunvericiliyimizdə, həm Cinayət Məcəlləsində, həm də digər qanunlarda zorakılığın müxtəlif növləri, xüsusən cinsi zorakılıqla bağlı qanunvericilikdə müddəalar var, amma digər siz dediyiniz psixoloji zorakılıq Əslində təəssüf ki, qanunvericilikdə 2 zorakılıqla mübarizənin hüquqi aspektləri var. Yəni sübutları toplamaq mümkündür. Bu fiziki zorakılıqdır, çünki xəsarətlər var, görünəndir və bəli, bəli. sübuta yetirmək mümkündür. Bir də var cinsi zorakılıq. Bunu da sübuta yetirmək olur, amma müəyyən dövr ərzində, əgər vaxtında müraciət olunsa və yaxud bununla bağlı kompleksləri, qorxuları kənara qoyub müraciət olsa, Bəli, onu da bəli. sübut etmək olur. Əksər hallarda bir də görürük ki, çox uzun müddət keçdikdən sonra kimsə gəlir deyir ki, mən cinsi zorakılığa məruz qalmışam. Bax bunlar biraz hüquqi aspektdə sübuta yetirmək çətin olur elə hallarda. Şəxs məlumatı gecikdirdikdə və yaxud vaxtında məlumat vermədikdə onu sübut etmək çətin olur və bu halda şəxsin özünün digərini ittiham etməsi kimi qiymətləndirilə bilər və yaxud sui-istifadə kimi qiymətləndirilə bilər. Amma fiziki zorakılıqda görünən ağır xəsarətlər var və sağlamlığa zərər vurmayan yüngül xəsarətlər olur. Bax burada da kateqoriyalar var ki, müəyyən mənada onun cəza və yaxud hansısa tədbirlər görülməsi üçün əhəmiyyət daşıyır Bəli, qanuni bəli. baxımdan. Gələk psixoloji zorakılığa. Psixoloji zorakılıqda vəziyyət biraz çətindir. Düzdür, mən bir çox ölkələrə müraciət etmişəm, tədbirlərə gedəndə bu barədə soruşmuşam. Psixoloji zorakılığın sübuta yetirilməsi üçün müəyyən əsaslar olmalıdır.
Bilirsiniz, bəzi ölkələrdə var ki, təcrübədə şəxs gəlir deyir ki, mən zorakılığa məruz qalmışam. Artıq bu ifadə kifayət eləyir ki, şəxsi dinləməyə və ona yardım göstərməyə çalışırlar. Amma elə dövlətlər var ki, məsələn, orada hüquq sistemi tələb eləyir ki, sən bunu sübut Bəli, etməlisən. bəli. İndi hər iki tərəfdə müəyyən bir müsbət cəhətlər var ki, ola bilər mən də kimdənsə sui-istifadə etmək istəyirəm və gəlmişəm deyirəm ki, mən zorakılığa məruz Bəli, bəli. qalmışam. Amma bəzi hallarda zorakılığa məruz, psixoloji zorakılığa məruz qalmış şəxs, hansı ki, doğrudan sözlə daimi ona qarşı təhdidlər var və yaxud aşağılamalar var, şəxsiyyətini aşağılamaq və yaxud qorxutmaq və yaxud hansısa formada onu insan olaraq heçə almaq və yaxud onu ölüm həddinə çatdırmağa qədər gələn bir hallar var. Bəli, bəli. Amma bu sözdə olduğuna görə hansı hüquq mühafizə orqanına getsə, bunu əksər vaxt deyəcəklər ki, yox, burada heç bir əsas yoxdur, sözdür deyir də. Amma bu məsələdə mühüm amillərdən biri, məsələn, bu yaxınlarda elə sosial şəbəkədə bir müzakirə getdi. Xanım adını unutdum. O dedi ki, 133-cü və 134-cü maddələr etibar eləyir ki, sən psixoloji zorakılıqla bağlı müraciət edə bilərsən. Amma əslində qanunda orada daha çox fiziki zorakılıqla bağlı müraciətə əsas yaradır. Doğrudur, biz getsək və desək ki, mən təhdid olunuram. Bu sübutlar indi biraz rahatdır. Əksər vaxt görürsünüz ki, səs Bəli, səs göndərilir, yazıları. yazılı formada, demək, WhatsApp formasında yazılı ola bilər, video formasında bunu toplamaq olar. Yəni əsas məsələ şəxslər bunu sübut edə biləcək hansısa məlumatları toplaya bilsələr, ola bilsin ki, müraciət edərlər. Mən praktikada bilmirəm, bəlkə də məhkəmədə olub belə hallar ki, kimsə psixoloji zorakılıqla müraciət edib, amma onu dəqiq dinləyicilərə çatdırmaq istəyirəm ki, bununla bağlı cərimə var. Yəni həm iqtisadi zorakılıqla, həm psixoloji zorakılıqla bağlı qanunvericilikdə cərimələr var ki, hər halda bu sübutlar toplansa, ilkin devirdə onu cərimələmək, şəxsi xəbərdarlıq etmək mümkündür. Və ikinci bir tərəfdən də bununla bağlı, məsələn, yerli icra hakimiyyətlərinə müraciət etmək olar. Yenə də orada əslində mahiyyət odur ki, doğru qiymətləndirməni aparmaq, riski doğru qiymətləndirmək. Bəli. Bax, ilk mərhələ odur ki, müraciət etdiyi tərəf riski doğru qiymətləndirə bilsin və risk anketləri var, onunla bağlı bunu doldursun və əmin olsun ki, burada doğrudan da bu adamın davranışlarında yüksək risk göstəriciləri var və bununla bağlı tədbirlər görmək lazımdır. Hələlik mən biləm bizdə bu tətbiq olunur. Siz özünüz də qeyd elədiniz, xüsusən cinsi zorakılıqda mən özüm də artıq yavaş-yavaş şahidi oluram ki, daha çox qadınlar ictimai qınaqdan qorxaraq, bundan belə deyək, təsirlənərək müraciət edə bilmirlər sığınacaqlara və digər hüquq mühafizə orqanlarına ki, mən zorakılığa məruz qalmışam. Yəni ki, siz də bu hallarla Bu halda qarşılaşmısınız. ən çox qorxduqları ailədir. Bəli. Ən çox qorxduqları ailədir və məxfiliyi qorumaq Eynən, bəli. məsələsində əmin olmadıqda onlar bu barədə məlumat vermirlər. Yox, onlar məsələn bu məlumatlandırma kampaniyasında biz insanlara məxfiliyinin qorunmasını və bu barədə məlumatın sızmamasını və yaxud onun yaxınlarının, qohumlarının bu barədə heç vəclə məlumat əldə edə bilməyəcəyini və xəbərdar olmayacağını əmin edə bilsək, onlar müraciət edəcəklər. Bax, mahiyyət odur ki, bu kampaniyaların da mahiyyəti odur ki, biz qanunvericilikdə olan o imkanlara baxıb, o cümlədən praktikada bunun tətbiqində boşluqlar varsa, təbii ki, kimisə təhlükəyə qoya bilmərik. Deyə bilmərik ki, biz sənə əmin edirik ki, sənin məxfiliyin qorunacaq və bu halda biz mütləq şəkildə baxmalıyıq. Məsələn, misal üçün deyə bilərəm ki, ola bilsin hansısa rayonda stereotiplər çox güclüdür və yaxud tutaq ki, çox yaxın əlaqələr, qohumlar hansısa polis və yaxud prokurorluqda işləyir. Bu sıza bilərmi? Bu ehtimal ola bilər. Ona görə insanlar müraciəti elə etməlidirlər ki, bu məxfiliyə əmin olduqda müraciət. Məsələn,
Mən deyim ki, bizim sığınacağa müraciət edən şəxslər olub, qadınlar, müəyyən yaş həddi olub. O yaş həddində anket sorğularını, ehtiyacları və problemləri qiymətləndirməni aparanda biz müəyyən eləmişik ki, o 10 il, 7 il, 15 il, məsələn, hətta yaş həddi yuxarı olan qadınlar olub, hansısa cinsi təcavüz olub. Bu yaxın qonşulardanmı olub, yaxınlardanmı olub, amma vaxtında bu adam müraciət eləməyib. Siz təsəvvür edin, bu travma ilə bu adam illər boyu yaşayıb, bu qorxularla yaşayıb, bəzi hallarda həmin qorxular onun ailə münasibətlərinin formalaşmasına əngəl törədir. Bəli, eynən. Və sonradan o davranışlarını, qarşı tərəflə münasibətlərini bəlkə də tənzimləyə bilməyib. Yəni ola bilər ki, qarşı tərəf məhz bu davranışlar, bu qorxular, bu qeyri-adekvat hərəkətlərin müqabilində xanımla ünsiyyətini formalaşdıra bilməyib. Və bir də bizdə şəffaflıq yoxdur. Bəli. Məsələn, ola bilsin ki, şəxs nə vaxtsa hansısa cinayətin qurbanı olub və ailə münasibətləri quranda bərk-bərk bunu gizlədir. Çünki ailə qurmaq istəyir və görürsüz ki, bu məsələlərdə qarşı tərəf bir mənalı bunu qəbul etməyəcək. Amma qarşı tərəf anlasa ki, şəxs cinayətin qurbanı olub. Yəni özünün davranışı yox, sadəcə olaraq cinayətkarın Bəli. belə deyək də istəyi, özünün hökmünü yeritməyi və yaxud kimisə əzmək istəməyi, kimisə üzərində üstünlüyünü sübut etmək istəyindən bu cinayəti törədibsə, qarşı tərəf bunu heç əksər vaxt qəbul etmir və buna görə də şəxslər görürsüz ki, öz keçirdikləri travmanı bərk-bərk gizlədilər və bu barədə qarşı tərəfə məlumat vermirlər. Və problemlər əksər vaxt bundan dolayısı yaranır. Mehriban xanım, çox maraqlıdır həqiqətən fikirləriniz və biz öyrənmək istəyərdik ki, sizin məhz rəhbərlik etdiyiniz sığınacaqda nə kimi xidmətlər göstərilir? Qadın və uşaq sığınacağında xidmətlər paketinə daxildir demək nə? İlkin olaraq şəxsin qəbulu, yəni ora qəbul edilməsi, daha sonra sosial işin görülməsi, hüquqi xidmət, psixoloji xidmət, tibbi xidmətə istiqamətləndirmə. Çünki biz Təbii və Səhiyyə Nazirliyi ilə əməkdaşlıq edirik. O cümlədən şəxsin evladı varsa, onun təhsildən geri qalması varsa və yaxud təhsil ümumiyyətlə almayıbsa, bu halda həmin şəxslərin təhsilinin bərpası və yaxud təhsili davam etdirməsi üçün Bakı Şəhər Təhsil İdarəsi ilə sıx əməkdaşlıq edirik və bizdə olan bütün uşaqlar mütləq şəkildə təhsilini davam etdirir, məktəbə gedirlər. Və o cümlədən məsələn şəxsin sənədləri yoxdursa, o sənədlərin hazırlanması bu yardımın içinə daxildir. Ərizələrin yazılması, bütün bunlar hamısı, bütün bu xidmətlər pulsuzdur. Yəni hüquqi xidmətin özü pulsuzdur, ora aiddir. Demək, şəxsin sənədlərinin hazırlanması, şəxsin sənədlərinin alınmasına yardım göstərmək, məhkəmə işlərinə sənədlərinin hazırlanması və bilirsiniz ki, bəzi hallarda məhkəməyə çıxmaq üçün rüsumların ödənilməsi lazım olur, vəkillə müqavilənin bağlanması, amma qanunvericiyə görə indi bizə imkanlar yaranır ki, zorakılığa məruz qalmış şəxslər yəni vəkillə pulsuz təmin olunması, o halda vəkillər kollegiyasına müraciət edə bilirik və bunun təmin edilməsidir. Və dediyim kimi səhiyyə xidmətləri, o cümlədən qida, geyim, daha sonra işə düzəlmə. Məsələn, bizim sığınacağın müəyyən bir standartı var ki, şəxslər işə gedir və bir müddət ona reinteqrasiya dövrü üçün imkan veririk yaşamağa. O müəyyən kapital toplayır, sonra özü üçün yeni yaşayış yeri tapır və uşaqlarına nəzarət, digər məsələləri də tənzimləməyə çalışırıq ki, orada çox tərəfli işlər görülür və bu çox tərəfli işlərdə də müxtəlif qurumlara müraciətlər ortaya çıxır. Bəs qadınlar, uşaqlar, ümumiyyətlə məişət zorakılığına məruz qalmış şəxslər sığınacaqdan savayı başqa hansı qurumlara, hara müraciət eləyə bilərlər ki, onlara köməklik göstərilsin? Baxın, mən bayaq izah elədim ki, bizə müraciətlər olur və biz bəzi hallarda ilkin qiymətləndirmə aparırıq. Məsələn, elə şəxslər var ki, artıq telefonda qiymətləndirmə aparanda görürsünüz ki, ona sığınacaq o qədər də vacib deyil. Sadəcə olaraq xidmətlərlə bağlı məlumatlı deyil. Bu dəqiqə insanların ən çox ehtiyacı
xidmətlərlə bağlı məlumatlı olmasıdır. Və bu xidmətlər ilkin mərhələdə əlbəttə ki, icra hakimiyyətləri nəzdində komissiyalar var. Şəxslər ərazi üzrə icra hakimiyyətlərinə müraciət edə bilərlər. Problem bəzən ondan qaynaqlanır ki, şəxslər başqa yerdə qeydiyyatdadır və Bəli, başqa bəli. yerdə yaşayır. Bu halda onlara elə gəlir ki, ərazi üzrə icra hakimiyyəti onlara yardım göstərməyəcək. Xeyr, əgər o ərazidə yaşayırlarsa, həmin icra hakimiyyətinə müraciət edə bilərlər. Digər bir vacib məsələ Sosial Xidmətlər Agentliyidir ki, məsələn, onların da sığınacağı var. Bu sığınacağın telefon nömrəsi 116-123-dür və o telefon nömrəsi ilə müraciət edə bilərlər. Əlahədə hallarda, məsələn, tutaq ki, bizdə yer yoxdur və yaxud digər sığınacaqlara müraciət edir, onlarda yer yoxdur. O halda həmin nömrəyə zəng vura bilərlər. 102 xidməti bu məsələlərdə ən aktiv Bəli, qaynar bəli, bəli. xəttlərdən biridir. Çoxlu zənglər var və digər bir qaynar xətt var, 116-111. Bu uşaq qaynar xətti kimi tanınıb, amma axır son zamanlar qadınlar da müraciət edə bilər və ora qadın və uşaq belə uşaq və qadınlar üçün qaynar xətt deyilir və ora da müraciət edə bilər. Daha sonra əlahədə hallar olur. Məsələn, insan həyatı təhlükədədir. Bu halda məsələn mən həmişə tövsiyə eləyirəm ki, fövqəladə hallara müraciət Bəli, bəli. etmək olar. Səhiyyənin qaynar xəttinə zəng vurmaq olar. Sadəcə olaraq doğru izah vermək lazımdır ki, mən məsələn çıxılmaz vəziyyətdəyəm, həyatım təhlükədədir və yaxud mənim burada çıxartmağa ola bilir kimsə bizdə bir ifadə var, təntiyirsən, bilmirsən hara müraciət Bəli, etməyə bəli. və Eyni. bu halda bu şəxs əgər resurslarla bağlı məlumatlı olsa, o vaxtında bu resurslara müraciət etsə, ehtimal ki, vəziyyət daha da gərginləşməz. Yəni bəzi hallarda insanlar vəziyyəti o qədər gecikdirir ki, son halda bu və resurslarla bağlı məlumatı yoxdur, çıxış yeri yoxdur və görürsüz ki, hansısa xoşa gəlməyən bir hadisə ilə bağlı məlumat eşidirik. Bəli. İlk növbədə bu çox mühüm amil budur ki, hər bir vətəndaş ölkədə olan kifayət qədər resursları var. Bu sığınacaqlar var. Məsələn, 10-a yaxın sığınacaq var. Bunlardan biri Gəncədə yerləşir. Məsələn, Gəncədə təmas təşkilatı var. O ərazidə olanlar ora müraciət edə bilərlər. Sonra yardım mərkəzi var Sumqayıtda. Çox yaxşı aktiv fəaliyyət göstərirlər. Onlar da məhz zorakılığa məruz qalmış şəxslərlə işləməyi demək Zemfira xanımın təşkilatıdır. Sosial təşəbbüslər bu cür adlanır. Onlara müraciət edə bilərlər və əksər hal Sumqayıtda olan insanları mən istiqamətləndirirəm və çox çevik və həm də yerli icra hakimiyyəti ilə çox sıx əməkdaşlıq edir Bəli, deyin, bəli. operativ dəstək göstərə bilir. O cümlədən rayonlarda gün ərzə mərkəzləri var. Məsələn, orada uşaqlarını işə qoya bilməyən, işə gedə bilməyən və yaxud köməksiz vəziyyətdə qalan qüsurlu uşaqlar üçün, əlilliyi olan uşaqlar üçün ayrı-ayrı gün ərzə mərkəzləri var. Bu Sosial Xidmətlər Agentliyinin layihəsidir və onun nəzdində məsələn həmin gün ərzə mərkəzlərində uşaqlarını rahat şəkildə qoyub işlə məşğul ola bilərlər və qazanc əldə edə bilərlər. Yəni uşaq nəzarətsiz qalmasın. Və yaxud davranış pozuntusu olan uşaqlarla bağlı orada mütəxəssislər var, psixoloqlar var, sosial işçilər var və bu xidmətlərdən bəhrələnə bilərlər. Daha sonra, yəni digər resurslar da var ki, sadəcə olaraq bununla bağlı kifayət qədər həm Sosial Xidmətlər Agentliyindən məlumat ala bilərlər, həm o cümlədən təbibin özündə də onların müxtəlif xidmətli ailə uşaq üçün xidmət paketləri var ki, Bəli, ora bəli. müraciət edə bilərlər. Bunlar da mühüm resurslardan biridir ki, uşaqların sağlamlığı ilə bağlı bəzən görürsüz ki, məlumatlı olmurlar, çıxılmaz vəziyyətdə olurlar və onlara elə gəlir ki, heç kim onlara kömək eləmək istəmir. Və məsələn, çox ağır vəziyyətdə olanda müxtəlif fondlar var. Məsələn, təhsillə bağlı fondlar var. Bu barədə müraciət edə bilərlər. Məsələn, insanlar bəzən görürsüz ki, bu da bir zorakılığa amil yarada bilir və yaxud uşaq görürsüz ki, ailəm görür ki, təhsilini ala bilmir, ailənin iqtisadi imkanları yoxdur və bu fondlara müraciət edə bilirlər.
Çox yaxşı haldır ki, ölkədə kifayət qədər Bəli, bəli. resurslar artıq formalaşıb və bu barədə biz rahat danışa bilirik. Çünki zorakılıqla mübarizə ilə bağlı danışırsansa, resurslar yoxdursa, onda sən insanların həyatını təhlükədə qoya bilərsən. Bu mövcuddur deyin, təbii ki, yeri gəlmiş Ailə, Qadın və Uşaq Problemləri üzrə komitənin də 11 rayonda uşaq və ailə mərkəzləri var ki, ora da müraciət etmək çox yerinə düşər. Onların səhifəsinə girmək, baxmaq və o resurslardan bəhrələnmək çox vacib olardı. Bəli, bəli. Elə onlar da öz səhifələrində paylaşırlar, mütəmadi olaraq bunu, Hə, çox yaxşı deyirlər. haldır ki, sosial şəbəkələrdə o xidmətlərlə bağlı paylaşımlar gedir və bu müsbət haldır, çox müsbət haldır. Bəli. Belə bir sual ünvanlamaq istəyirəm, çox maraqlıdır mənim üçün də. Rəqəmsal zorakılıq anlayışı var. Ümumiyyətlə bu zorakılığın bir növüdürmü, yoxsa necə bir şeydir bu? Bu zorakılığın ən pis formasıdır. Mənə görə rəqəmsal zorakılıq zorakılığın ən pis formasıdır. Bir var qarşındakını görürsən və onun hərəkətlərini vaxtında müəyyən edə bilirsən, müraciət edə bilirsən. Bir də var ki, görünməyən kimlərdirsə və daimi səni təqib edir və eyni zamanda sənin nüfuzuna, sənin sağlamlığına, sənin şəxsiyyətinə, insan olaraq sənin özünə qarşı dayanmadan xoşagəlməyən ifadələr, təqiblər, təzyiqlər və yaxud sənin yaşam, ailə münasibətlərinə, hər şeyə təsir etməyə gücü çatır və bu çox dəhşətli bir formadır. Mən ümumiyyətlə düşünürəm ki, hökumət tərəfindən də bu məsələlər müzakirə olunur artıq. Çünki qanunvericilikdə rəqəmsal zorakılıqla bağlı hər hansı maddələr əlavə edilməsə, bu adamlar görürsüz son zamanlar dələduzluq kimi belə hallar çoxalıb. Bəli, O bəli. cümlədən rəqəmsal alətlər vasitəsilə insanların cəlb edilməsi baş verir. İnsanların mənim yadıma gəlir hələ rəqəmsal zorakılıq hələ tam belə formalaşmamışdı. Bir xanım bax belə ailə münasibətləri məhz kimlərinsə manipulyasiyasının qurbanı olaraq dağıdıldı və ailə demək olar ki, o münasibətlər və o təsirlər vasitəsilə xoşagəlməz bir vəziyyət yarandı və ayrılmalı oldular. Söhbət ondan gedir ki, psixoloq adı ilə müraciət etmişdi, öz əhvalatını etiraf etmişdi, danışmışdı hansı hadisələr barədə. Qarşı tərəf bunun müqabilində sui-istifadə etmişdi, manipulyasiya etmişdi və şəxsin ailə münasibətlərini, ailə üzvlərinə çatdırmışdı, onun dediklərini və beləliklə ailə münasibətlərində gərginlik yaranmışdı. Bu bir faktdır, amma ümumən rəqəmsal zorakılıq vasitəsilə, çoxlu oyunlar vasitəsilə insanların şüuruna təsir etmək, onu zorakılığa meylləndirmək bu halda var. Yəni biz hələ bu tərəfə keçməmişik. Biz Bəli, ancaq bəli. o məsələni danışırıq ki, orada konkret şəxslərə qarşı. Məsələn, istənilən nüfuzlu şəxsi bir anda linç etmək və onun o insana hansısa həddə gətirib çıxartmaq deməkdir. Və bunun bir pis cəhəti odur, insanlar bu barədə danışmır və müzakirə etmir. Müşahidə etdiklərim odur ki, insanları susturmaq, bax məsələn, çox bəzən görürsüz ağlı və yaxşı çıxışlar edən qadınlar var. Tutaq ki, məsələn, fikirlər səsləndirənlər var. Qərəzli formada məhz qadınlara yönəlikli Bəli, bu bəli. halları Doğrudur. müşahidə edirəm və qadınların susmasına gətirib çıxardır. Artıq qadınlar ehtiyat edir fikirlərini ifadə etməyə. Artıq qadınlar belə deyək, hansısa bir məsələni qaldırmaqda ehtiyat eləyirlər. Çünki bax belə bir basqılar, belə bir münasibətlər qadınların susmasına. Amma indi eşidilən platforma da odur. Əgər qadınlara bu imkanlar verilməsə və bu təzyiqlər, təqiblər və yaxud linç edilmələr və yaxud təhqirlər baş verirsə, siz təsəvvür eləyin ki, qadınları eşitmək mümkün olmayacaq.
Bu da qadına qarşı zorakılığın ən pis formasıdır. Bəli, bəli. Çox düz vurğuladınız. Həqiqətən hal-hazırda bizim sosial şəbəkələr də, telefonlar da həyatımızın bir parçasıdır. Ona görə də Bəli, oradan bəli. təsir etmək daha Biz rahatdır. fikirlərimizi, düşündüklərimizi, ideyalarımızı orada bəyan edirik və bu bəyan etdiyimiz halda məhz qadın olduğumuza görə bəzi hallarda baxırsınız ki, xoşa gəlməyən ifadələr, şəxsi ifadələr, Bəli, hansısa bəli. təhqirlər və iradəsi, gücü və yaxud mübarizə əzmi olmayanlar dərhal geri çəkilir və susqunluğa məruz qalır. Bu isə ən yaxşı potensialların itirilməsinə gətirib çıxardır. Çox düz vurğulayırsınız. Sonuncu olaraq artıq sizə bu sualı ünvanlayım. Siz özünüz də dinləyicilərimiz üçün nə məsləhətlər görürsüz? Ümumiyyətlə qadınlara burdan nə demək istəyərdiniz? Onlar bu məişət zorakılığının, ümumiyyətlə zorakılığın qurbanı olmamaq üçün hansı addımları atmalıdırlar, nə etməlidirlər? Bu məsələdə mənim öz bir fikrim var, həmişə də səsləndirirəm. Təbii ki, müxtəlif insanların situasiyaları çox müxtəlif olur. Amma ən birinci məsələ zorakılığa icazə verməyin. Razılıq verməyin. Zorakılıq o vaxt başlayır ki, sən ona razılıq verirsən. Bəli. Susursan razılıq verirsən və yaxud təbii ki, orada müəyyən mental dəyərlər var, tərbiyə metodları var, filan var. Amma bu çağırış o demək deyil ki, biz deyək ki, siz qarşı tərəfə qışqırın. Biz deyirik ki, əgər sənə qarşı, sənin istəyinin əleyhinə qarşı hər hansı bir hərəkət olursa, o zaman bunu dayandır. Necə dayandır? İcazə vermə və de ki, bu mənim xoşuma gəlmir. Bu mənə xoş deyil. Mən buna icazə vermirəm. Və bu ifadələri hər bir qadın özünə qarşı hər hansı xoşa gəlməz, qeyri-insani hərəkət və yaxud zarafat qismində belə deyilsə belə dərhal dayandırmağı bacarmalıdır və icazə verməməlidir. Biz zorakılığa əksər vaxt özümüz icazə veririk. Bəli, çox təəssüf. Biz ilk addımın atılmasına özümüz şərait yaradırıq. Biz susuruq və qarşı tərəf, bizdə bir ifadə var, deyir ki, susmaq razılıq əlamətidir. Bəli, bəli, bəli. Ona görə hər hansı xoşa gəlməyən hal olduqda siz bunu zorakılıq kimi özünüzə qarşı qiymətləndirirsinizsə, o halda bu barədə məlumatı çatdırın. Bu mənim xoşuma gəlmir. Bu mənə xoş deyil. Bəli. Bu ailə üzvü də ola bilər. Yəni səsin deyilmə tərzi var. Bu hər dəfə deyirəm, qışqırmaq və yaxud isterikalarla etmək lazım deyil. Sadə formada, sakit səslə bunu bəyan etmək lazımdır ki, mənim xoşuma gəlmir. Və siz inanın ki, qarşı tərəflər bunu artıq başa düşəcəklər. Əgər siz birinci dəfədən etsəniz, yox bir neçə dəfədən sonra bunu deyəndə artıq keçdi. Bəli, bəli. Çox maraqlı bir söhbət oldu Mehriban xanım. Həqiqətən Təşəkkür edirəm. mənim üçün də çox maraqlı idi və mənə maraqlı olan sualları, izləyicilərimizə maraqlı olan sualları da sizə ünvanladıq. Həqiqətən çox dolğun cavablar verdiniz. Ümid edirəm ki, onlar da bizi izlədi, dinlədi və bu məlumatlardan faydalandılar. Çox təşəkkür edirəm bir daha sizə. Mən də dəvəti görə sizə və bu proqrama və ümumən Avropa İttifaqına dərin təşəkkürümü bildirirəm ki, qadınlara qarşı zorakılıq problemi, mövzusu aktual olaraq qalır. Çünki hələ biz tamamilə onu dayandırmamışıq, Bəli. nə də tam azaltmamışıq. Ola bilsin müəyyən faizlər var, amma bu mübarizə hələ davam etməlidir. Çox sağ olun Mehriban xanım. Gəldiyinizə görə təşəkkürlər. Avropa dalğasını izlədiniz. Növbəti buraxılışlarımızda görüşənədək izlədiyiniz üçün təşəkkürlər.